Salam, mövzumuz 6-cı sinif 21-ci mövzu yarmadan, paxlalı bitkilərdən və makaron məmulatlarından xörəklərin hazırlanma texnologiyasıdır. Yarma və paxlalı bitkilər hansılardır? Makaron məmulatları necə alınır və onlardan xörəklər necə hazırlanır? Dərsimizdə bunlar haqqında məlumat alacağıq. Yarmalar və paxlalı bitkilər qidalanmada vacib əhəmiyyətə malikdirlər. Onlar yaxşı həzm olunurlar, qidalı və yüksək kalorilidirlər. Onların tərkibi nişasta, zülal, B qrup vitaminləri ilə zəngindir. Yarmalar taxıl bitkilərini emal etməklə əldə edilir. Ən geniş yayılmış yarmalar nədən, hansı taxıl bitkilərindən alınır? Buğdadan manna, düyüdən cilalanmış və ya pardaqlanmış xırdalanmış düyü, yulafdan herkules, yulaf unu, arpadan isə arpa yarması, qarabaşaqdan iri dənəli qarabaşaq alınır. Yarmalar dənlərin rənginə, formasına, bütövlüyünə və ölçüsünə görə fərqlənir. Dən və yarmanın dəyəri onların qabığında və dənələrindədir. Yarmalardan ən xeyirlisi qarabaşaq, yulaf, darı və düyü hesab olunur. Yarma bişməzdən əvvəl arıtlanır, yəni təmizlənir və təmizləndikdən sonra yuyulur. Xırda və bölünmüş yarma ələnir, yuyulur, qovrulur və isladılır. Yarmalardan müxtəlif birinci və ikinci xörəklərin hazırlanmasında istifadə edilir. Birinci xörək şorba, ikinci xörək sıyıq və kotletlərdir. Yarmadan sıyıq hazırlanır. Sıyıqlar istənilən yarma növündən olur. Suda, üzlü və yaxud da ki, su ilə qarışdırılmış süddə bişirilir. Maye ilə yarmanın nisbətindən asılı olaraq buğlamalar qatı və ya duru olur. Yəni maye ilə yarmanın nisbəti dedikdə belədir ki, maye çox, yarma az olduqda duru sıyıq alınır, duru yemək alınır. Deməli, maye az, yarma çox olduqda isə qatı alınır. Buna görə bu cümləni belə başa düşmək olar ki, maye ilə yarma nisbəti bir-birinə uyğun olmalıdır. Buğlamalar necə hazırlanır? Buğlamalar cilalanmış və pardaqlanmış düyüdən, darıdan, arpa yarmasından hazırlanır. Buğlamalardan əsas xörək və yaxud da ki, qarnir kimi istifadə edilir. Onlar suda və ya ət suyunda bişirilir. Hazırlanmış yarma duz əlavə edilmiş qaynayan suya tökülür və vaxtaşırı qarışdırılır. Yarma şişib, bütün suyu özünə çəkəndən sonra sıyığın səthi hamarlanır, qazanın qapağı örtülür, hazır olana dək zəif odda dəmə qoyulur. Qatı sıyıqları suda, üzlü və yaxud su qatılmış süddə bişirirlər. Amma yarmaların çoxu, düyü, arpa, darı suya nisbətən süddə çətin bişir. Ona görə də onları başqa üsulla hazırlayırlar. Hazırlanmış yarma duzlu suda əvvəlcə 5-7 dəqiqə sonra üzərinə isti süd əlavə edilib hazır olana qədər bişirilir. Deməli, əvvəlcə həmin yarmalar hansı yarmalar oldu? Düyü, arpa və darı. Gec bişdiyi üçün əvvəlcə duzlu suda qaynadılır 5-7 dəqiqə, sonra isə üzərinə isti süd əlavə edilir, hazır olana qədər bişirilir. Süfrəyə verməzdən əvvəl şəkər və kərə yağı əlavə edilir. Duru sıyıqlar üzlü süddə, su qarışdırılmış süddə və yaxud da suda bişirilir. Onlar da qatı sıyıqlar kimi bişirilir, lakin bir qədər çox maye əlavə edilir. Paxlallara isə lobya, noxud, mərci və sair aiddir. Paxlaların dənləri üstdən qalın qabıqla örtülür. Ona görə də onlar əvvəlcə isladılır, sonra bişirilir. Paxlalı bitkilərə keçməzdən əvvəl yarmalar haqqında fikrimizi ümumiləşdiririk. Yarmalar nədən alınır? Yarmalar taxıl bitkilərindən emal yolu ilə alınır. Hansı yarmaları tanıdıq? Buğdadan manna, düyüdən cilalanmış, pardaqlanmış, xırdalanmış düyü, yulafdan herkules, yulaf unu, arpadan arpa yarması, qarabaşaqdan iri dənəli qarabaşaq alınır. Yarmalar bir-birlərindən rənginə, formasına, bütövlüyünə, ölçüsünə görə fərqlənir. Yarmaların dəyəri onların qabığında və dənələrindədir. Yarmaların ən xeyirlisi qarabaşaq, yulaf, darı və düyü hesab edilir. Yarmalardan buğlama, qatı və duru sıyıqlar hazırlanır. Həmçinin şorbalar, sıyıqlar, kotletlər də hazırlana bilir. Buğlamalar hazırlanır cilalanmış, pardaqlanmış düyüdən, darıdan, arpa yarmasından. Yəni yarma adı çəkdik burada. Pardaqlanmış düyü, darı və arpa. Bunlar qaynadılır suda və yaxud da ki, ət suyunda. Yəni burada süd sözü yoxdur. Buğlamaları belə yadımızda saxlayırıq. Suda və yaxud da ki, ət suyunda bişirilir. Ya əsas xörək kimi istifadə edilir, ya da qarnir kimi istifadə edilir. Qatı sıyıqlar hazırlanır suda, üzlü və yaxud da su qatılmış süddə. Həm qatı, həm duru sıyıqların mayesi eynidir. Ya sudur, ya üzlü süddür, ya da su qatılmış süddür. Bunları bir-birindən necə fərqləndiririk? Qatı sıyıqlarda istifadə olunur düyüdən, arpadan, darıdan. Bunlar çətin bişdiyinə görə əvvəlcə duzlu suda qaynadılır 5-7 dəqiqə, sonra üzərinə süd tökülür və o süd mayeni özünə çəkənə qədər, qatılaşana qədər, yəni qatılaşana qədər bişirilir. Süfrəyə verməzdən əvvəl də şəkər və ya kərə yağı əlavə edilir. Duru sıyıqlarda bayaq dediyim kimi üzlü süddə, su qarışdırılmış süddə və yaxud da suda bişirilir, eyni qatı sıyıq kimi. Onlar da fərqi budur ki, qatı sıyıqdan daha çox maye əlavə edilir. Çünki bu sıyıq duru olmalıdır. Fərqi burada tapırıq ki, qatı sıyıqla duru sıyığın bir dənə fərqi var, o da duru sıyıqda daha çox mayenin əlavə edilməsidir. Gələk paxlalı bitkilərə. Paxlalı bitkilər lobya, noxud və mərcidir. Paxlaların dənləri üstdən qalın qabıqla örtülüdür, ona görə də onlar əvvəlcə isladılır, sonra bişirilir.
Bişirməzdən əvvəl paxlalılar qarışıq, zədələnmiş dənlərdən təmizlənir. 2-3 dəfə ilıq suda yuyulur, sonra soyuq suda isladılır. Bu zaman nəzarət etmək lazımdır ki, su paxlalıların səthini 1 sm-dən artıq örtməsin. Paxlalı bitkilərin toxumları ağzı bağlı qazanda zəif qaynamada bişirilir. Lobya 1 saat yarım və ya 2 saat, noxud 1-1,5 saat, mərci 1 saata yaxın bişirilərsə yaxşı yumşalır. Bişmə prosesində qaynama zamanı su qurtardıqda isti su əlavə edilir. Lobya, noxud və mərci xörəklərində xeyli zülal olduğu üçün onlar çox xeyirli hesab olunur. Paxlalı bitkilərimiz hansılar oldu? Lobya, noxud, mərci. Bunlar da yarmalardan fərqli olaraq üzərində qalın qabıq olduğu üçün bişirməzdən əvvəl isladılır. İsladılanda soyuq suda isladılır, sonra qaynadılır. Qaynadılma zamanı lobya 1,5-2 saat qaynadılır, noxud 1-1,5 saat, mərci isə 1 saat. Azdan çoxa doğru çıxsaq, mərci 1 saat, noxud 1-1,5 saat, lobya isə 1,5-2 saat. Ən gec bişən, deməli, lobya hesab olunur. Lobya, noxud və mərci xörəklərində xeyli zülal olur. Bunun üçün də insan orqanizmi üçün xeyirli hesab olunur. Makaron məmulatları. Makaron məmulatları nədən hazırlanır? Tərkibinə nəzər salaq. Əla növ una, yumurta və su əlavə etməklə makaron məmulatları hazırlanır. Makaron məmulatları xüsusi təchiz edilmiş makaron fabriklərində istehsal edilir. Onlar rəng, ölçü, forma və hazırlanma üsuluna görə fərqlənir. Makaron xəmirdən olan digər ərzaqlar kimi bol karbohidrat mənbəyidir. Lakin bütün bunlarla bərabər makaronun tərkibində az miqdarda zülal, yağ və B qrup vitaminləri mövcuddur. Onlar öz dad və qida keyfiyyətlərini itirmədən orqanizm tərəfindən yaxşı mənimsənilir. Makaron məmulatları süfrəyə, qiyməyə və yaxud da müxtəlif soslarla verilir. Sos xörək şirəsi deməkdir. Makarondan müxtəlif şorbaların hazırlanmasında istifadə olunur. Adətən makaron məmulatlarına bişirilməzdən əvvəl heç bir emal lazım olmur. Makaron məmulatları 2 üsulla bişirilir: süzməklə və süzmədən. Süzməklə hazırlanan makaronda qaynayan duzlu su olan qazana makaron əlavə edilir. Qazanın dibinə yapışmaması üçün vaxtaşırı qarışdırılır. Yumşalana qədər bişirilir. Bişmənin müddəti makaronun növündən asılıdır. İri makaronlar 20-30 dəqiqə, ərişdə 15-20 dəqiqə, vermişi 12-15 dəqiqə ərzində bişir. Adətən istehsalçılar qablaşdırma üzərində bu və ya digər makaron məmulatlarının hazırlanma vaxtını, saxlanma müddətini qeyd edirlər. Bişmiş makaron aş süzənə tökülür və həlimi süzülür. Əridilmiş yağ olan qaba qoyularaq qarışdırılır. Süzmədən makaron necə hazırlanır? Makaron məmulatları duz qatılmış qaynayan suya əlavə edilir, şişənə qədər bişirilir, sonra kara yağı əlavə edilib, ağzı bağlı qabda, zəif odda dəmə qoyulur. Gələk makaron məmulatları haqqında ümumiləşməmizə. Makaron məmulatları hazırlandı əla növ undan, yumurtadan və sudan. Bir-birindən fərqləndir rənginə, ölçüsünə, formasına və hazırlanma üsuluna görə. Tərkibində var az miqdarda zülal, yağ və B qrup vitamini. Əsas mənbəyi isə karbohidratdır. 2 üsulla hazırlandı: süzməklə və süzmədən. Süzməklə bu üsulla, yəni hazırlananda qaynayan duzlu suya makaron əlavə olunur, qazanın dibinə yapışmasın deyə qarışdırılır, yumşalana qədər bişirilir. Süzmədən bişiriləndə isə duz qatılmış qaynayan suya əlavə edilir, şişənə qədər bişirilir, sonra yəni onu süzmək lazım deyil, sonra üzərinə kara yağı əlavə edilir, ağzı bağlı qabda, zəif odda dəmə qoyulur. Fərqi bu oldu. İndi gələk bişmə vaxtına görə, yəni makaronların növünə görə bişmə vaxtına. İri makaronlar 20-30 dəqiqəyə bişir, ərişdə 15-20 dəqiqəyə, vermişi isə 12-15 dəqiqə ərzində bişir. Təhlükəsizlik və sanitariya qaydalarına diqqət edirik. Qızdırıcı elektrik cihazlarını quru əllərlə yandırmalı və söndürməli. Qaynar maye ilə ehtiyatlı davranmalı, tutqaclardan istifadə etməli, qapağı isə özünə tərəf olmaqla 2 dəfəyə qaldırmalısınız. Suyun sıçramaması üçün yarmanı, paxlalı bitkiləri, makaron məmulatlarını qaynayan mayeye ehtiyatla səpməlisiniz. Yarma, paxlalı bitkilər və makaron məmulatları quru, yaxşı havalandırılan otaqda saxlanılır. Bu məqsədlə şüşə, metal və plastik kütlədən olan bankalardan istifadə etmək olar.